Salam değerli izləyicilər, İranın sabiq prezidenti Əhməd Necatın ölümünün ardınca ali dini lider Əli Xamneyinin də ölümünün anonsu verilib və Trump bildirib ki, qeyd şərtsiz təslim. Biz ali liderin harda gizləndiyini dəqiq bilirik, o asan hədəfdir, amma ora təhlükəsizdir. Çünki onu öldürmək fikrində deyilik, ən azından hələlik. Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əskərlərinə atılmasını da istəmirik. Səbrimiz tükənir, diqqətinizə görə təşəkkür edirik. Tur getdik. Salam değerli dostlar, iyun ayının 28'inde ve 29'unda Stimul Hospital 7 həkimi ilə Şəkiyə gəlir. Şəkidə, Şəki şəhərində Alfamed klinikası var. Bax, qəbullarımız orada olacaq. 055 505 25 78 WhatsApp-a yazıb qeydiyyata düşə bilərsiniz. Həmçinin də 050 597 67 07. Estetik cərrah, lor həkimi, yəni qulaq, burun, boğaz həkimi, kardioloq, ürək həkimi, fleboloq, damar həkimi, endokrinoloq və travmatoloq, uroloq. Bax, bu həkimlərlə gəlirik və WhatsApp